Həftəlik bürclər, dolça, əkizlər, tərəzi bürclərin hava ünsürlərini 15 sentyabrdan 22 sentyabra doğru nələr gözləyir? Birinci dolçalardan başlayaq. Dolçalar bu həftə sizin üçün pul həftəsidir. Bacarırsınız pul, maddiyatla əlaqədar olaraq nəyi düşünürsünüzsə, pul, maddiyatla əlaqədar olaraq nəyi aktivləşdirmək istəyirsinizsə, məsafəli olaraq, belə deyim də, birja olaraq, onlayn olaraq pul, maddiyat enerjinizi gücləndirə bilərsiniz. Çünki çoxlu şans gəlir. Dolçalar, keçmişdən yarımçıq qoyduğunuz bəzi işlərinizin üstü açılacaq. Yəni kreditləriniz ola bilər, yarımçıq qoyduğunuz işləriniz ola bilər, şəxsiyyətlə əlaqədar yarımçıq saxladığınız, keçmişdən əlaqədar onların hamısı bu həftə üzə çıxacaq. Elə bir ki, sizə problem yaradacaq, əlavə zaman tikisinin səbəb olacaq. Dolçalar, bu həftə bacarırsınızsa, şəxsi həyatla əlaqədar olaraq beyninizi çox güclü işə salın. Çünki bu həftə şəxsi həyatla əlaqədar elə bir, belə deyim də, qeyri-taraz bir vəziyyətiniz olacaq ki, sevgi istəyirəm, diqqət istəyirəm, amma özümdə zaman ayıra bilmirəm, qarşı tərəfdən də narazı vəziyyətdəm. Sanki nə yerdə, nə də göydə olmuş bir vəziyyətiniz olacaq, sanki tam tarazlığı vura bilməyəcəksiniz. Beyin məntiq olaraq yarımçıqlıq gəlir sizə. Ümumi dəyərləndirsə, əslində pis həftə deyil. Dolçalar, pula, maddiyata doğru bu həftə yüksəlsiniz, özünüzü tam gücləndirə bilərsiniz. 78-79% qədər həftəvizi uğurlu edə bilərsiniz. Sadəcə qəribə bir kürəyinizdə, nəfəs yolunuzda olan narahatçılıqlar ola bilər, ciyərlərinizlə də əlaqədar ola bilər. Biraz sizi geriyə doğru çəkə bilər. Bunlara fikir verin. Əkizlərə gələndə isə əkizlər bu həftə heç nə sizə çatmayacaq. Boşluqda olacaqsınız, emosiyalarınızı idarə edə bilməyəcəksiniz. Hər şeyə qarşı məsuliyyətsiz, hər şeyə qarşı yenidən başlamaq, parçalayıb təzədən yığmaq istəyəcəksiniz. Həftənin sonlarına bağlı transformasiya edəcəksiniz. Yəni, mən sıfırlanmaq istəyirəm. Zaten bu həftə tutulmalar, belə deyim də, ikili tutulmalar, bu həftənin bir balaca yerin altının üstə çevrilməsi sizə də təsir eləyəcək. Çünki, belə deyim də, özünüzü tarazlaşdırmaq biraz çətin məsələ olacaq. Ola bilər ikinci bir sifətiniz, ikinci əkizlərin siması aktivləşmiş bir vəziyyətə keçsin. Bu həftə bacarsız sosialınızı arttırın, bu həftə bacarsız rahatlaşın, bu həftə bacarsız özünüzə vaxt ayırın ciddi bir şəkildə. Çünki bu həftə nə iş, nə şəxsiyyət, heç nə sizi qane etməyəcək. Ruhumu, bədənimi, hər şeyi sıfırlamaq istəyirəm. Sanki bu həftə yox olmağa çalışacaqsınız, özünüzü gücləndirmək üçün. Ümumi həftəni dəyərləndirsək, belə deyim də sizə, ümumi həftəni dəyərləndirsək, 71%-ə qədər bəlkə də həftəvizi uğurlu edə bilərsiniz. Bu həftə özünüzə çox vaxt ayırın. Xoşum gəlmədi sizin psixoloji durumunuzdan. Psixoloji olaraq çökülmüş, psixoloji olaraq qocalmış bir vəziyyətdəsiz. Tərəzilərə gələndə tərəzilər, gözümüz aydın olsun. Bu həftə sizin üçün uğurlu həftədir. Bu həftə qüdrətinizi, egovuzu, məncilliyinizi, özünüzü aktivləşdirməyini bacara biləcəksiniz. Bu həftə nə qəfəs varsa onları aşacaqsınız. Bu həftə sizi nə sıxırsa onlardan çıxa biləcəksiniz. Pulla, maddiyatla bağlı narazıçılıqlarınız, bölgünüz, kreditiniz, borclarınız eyni stabillikdədir. Tərəzi bürcünün qadınları bu həftə biraz problem yaşaya bilərsiniz. Bu həftə biraz elə bir qıraq mühitin tərəzilər, qadınları, qıraq mühit insanlar sıxa bilər. Bacarırsınız bu həftə tərəzilər pis həftə deyil. Çünki maddiyat gedir, gəlir. Özünüzü eqolu, özünüzü müdrik, özünüzü güclü bərpa edə biləcəksiniz. Həftənin sonlarına doğru vəbşə çox gözəl zamandır. Həftənin sonlarına doğru özünüzü aktivləşdirmək, kəşf etmək, dərk etməklə bağlı yenilənmiş bir zamana keçəcəksiniz. Çoxdan da gözlədiyiniz önə çıxma, özünüzü aktivləşdirmə yüksək səviyyədədir. Sadəcə bacarsız özünüzü təmizləyin. Sizdə olan negativ mənim nəfəs almama belə, necə deyim, bədənimin ağırlaşmasına belə səbəb olur. Pis həftə deyil, həftəvizə 83%-ə qədər tərəzilər uğurlu edə bilərsiniz. Sadəcə burada bir əmmə var ki, qırağın danışıqlarına çox fikir verdikcə əlinizdə olan maddiyatı da başqa bir səhv istiqamətə, alqı-satqı ola bilər, yatırım ola bilər, səhv istiqamətə doğru apara bilərsiniz. Buna icazə verməyin tərəzilər.